14 yaşlı qızla 19 yaşlı oğlan hamamda boğuldu. Bu məsələyə münasibətiniz necədir? Məncə təkcə qızı günahlandırmaq çox yanlış fikirdir. Çünki bu biologiyada da bilinir ki, oğlanların, qızların tək inkişafı olur. Çox səhv fikirdir. Yəni təkcə qadınların üstünə düşmək, yəni bizim çünki mentalitet bunu tələb edir. Yəni təkcə oğlanın da ağlı olub, qızın da ağlı olub. Yəni niyə qıza günahdırsa, niyə oğlana, yəni dinimizdə də deyirlər ki, adı nədir onun, həm oğlana, həm qıza günahdır. Yəni təkcə niyə qadınların üstünə tökülməlidirlər? Məncə bu səhv fikirdir. Bir də 14 yaşında bir qıza əxlaqsız yəni düz fikir deyil. Çünki hələ o uşaqdır. Onun fikirləri hələ tamamlanmayıb. Yəni bizim beynimiz hər düşüncələrə açıqdır. Yəni bizə hər deyənə söz eləyə bilir. Yəni 14 yaşında qıza əxlaqsız demək, yəni təkcə oğlanları yox, qızları günahlandırmaq səhv bir düşüncə tərzidir. Məncə problemi hələ valideynlərdədir, cəmiyyətdədir. Yəni oğlanların tələb elədiyi fikirlər falan çox tərsdir. Yəni daha gözəl olardı ki, hansısa qızın oxumağına dəstək ola bilərdilər. Yəni indiki oğlanların fikri çox səhv yönlərdədir. Məsəl üçün onu oxumağa yönləndirə bilərdi, təhsilə, ali məktəbə ya da bir peşə məktəbinə göndərsə daha düzgün olardı.